Siyasətin izahlı lüğəti efirdədir. Haqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində ölkələrin iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq məcburiyyətində olub-olmaması ilə bağlı məsələyə baxılır. Haqa Məhkəməsi nə iş görür? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Haqa Məhkəməsi, yəni Beynəlxalq Ədalət Məhkəməsi dövlətlər arasında beynəlxalq hüquq münaqişələrinin həlli üçün yaradılmış BMT-nin əsas hüquqi orqanıdır. 1945-ci ildə yaradılan məhkəmə Niderlandın Haqa şəhərində yerləşir. Məhkəmənin əsas məqsədi dövlətlər arasında sərhəd mübahisələri, ərazi iddiaları, dəniz hüququ və insan hüquqları ilə bağlı məsələlərin hüquqi yolla həllini təmin etməkdir. Haqa Məhkəməsi yalnız dövlətlər arasında mübahisələrə baxır və fərdlər, təşkilatlar və qeyri-dövlət qurumlarını mühakimə etmir. Bununla yanaşı məhkəmə BMT-yə və digər beynəlxalq qurumlara hüquqi rəy təqdim edə bilər.